Bu sualın cevabı məni çox maraqlandırır. Məsələn, sizdən soruşsam siz kimsiniz? Deyəcəksiniz ki, məsələn, mühasibəm. Bu sizin vəzifənizdir. Siz kimsiniz? Deyəcəksiniz ki, mənim adım Əlidir. Bu sizin bədəninizin bu dəfə seçdiyi skafandıra verilən bir addır. Soruşacağım, bəs kimsən axı sən? Siz mənə deyəcəksiniz ki, kişi. Mən sizə cavab verəcəm, bu sənin cinsindir. Və yaxud da ki, qadın. Növbəti dəfə sual verəndə kimsən sən? Deyəcəksən ki, insan. Mən də sənə deyəcəm, bu yer kürəsində, bu planetdə mövcud olan saysız hesabsız canlılardan sadəcə bir növüsən. Həmin o sual, kimsən sən? Hər kəs bir özündə cəsarət tapıb öz şəxsiyyətinə verməlidir. Bu sual sizi ruhani inkişafa aparan ilk addımdır. İndi mənə deyin görüm, həmin bu sualın dərinliyinə gedəndə nə cavabı gəlir sizə? Kimsiniz siz? İndi isə bu videonun şərhlərində növbəti cavablarınızı yazın və mən sizə inandırım sizi cavab verəcəm ki, hələ də düzgün cavab sizdə yoxdur.